Salam. Bugün biz sizinlə bərabər İsmail Şıxlının Dəli Kür romanını təhlil edəcəyik. Bilirsiniz ki, Azərbaycan ədəbiyyatında ən iri həcmli əsərlərdən biridir. Təxminən 600 səhifəlik bir əsərdir. Mən onun hər bir səhifəsini oxuyub qeydlər götürmüşəm və hissə-hissə sizinlə paylaşacağam. Ümidvaram ki, köməyinizə çatar. Qısa xronika şəklində izah edəcəm, lakonik şəkildə və inanıram ki, bir yerdə sizin köməyinizə çatacaq. Dəli Kür əsəri bilirsiniz ki, Azərbaycanda baş verən 19-cu əsrin təxminən sonlarında Azərbaycanda baş verən mürəkkəb prosesləri əhatə edir və Dəli Kür əsərini oxuyan hər bir kəs anlayır ki, burada yəni tam şəkildə nə haqlı, nə haqsız var. Hər kəs özünə görə müəyyən pəncərədən baxır və anlayır ki, burada hər kəs özü üçün haqlıdır və yaxud da hər kəs müəyyən bir məqamda haqsızdır. Ümumilikdə əsər peyzaj lirikası ilə başlayır. Peyzaj bilirik ki, təbiətin təsviri ilə belə deyək, izah olunur. Bir şey unutmaq lazım deyil ki, əsərin başlanğıcındakı təbiətin təsviri, yəni gözəl bir təbiətin təsviridir. Bu, Zərnigar xanımın əhvalı ilə təzad təşkil edir. Deməli, Dəli Kür əsərinin əvvəlindəki peyzaj lirikası Zərnigarın əhvalı ilə təzad təşkil edən bir məqamdır. Bunu unutmayaq. Zərnigar müəyyən məqamlarda belə deyək, narahatlıqlar yaşayır, bildiyimiz kimi. Məsələni də bilirik nə ilə bağlıdır. Təbii ki, Cahandar ağanın başqa bir xanıma özünə belə deyək də zövcə etməsi ilə bağlıdır və bu da təbii ki, Zərnigar xanıma yaxşı təsir etmir. Ona görə də o özün kürə atmaq istəyir və atmaq istəsə də ata bilmir. Əsərdə bununla bağlı sizə suallar düşə bilər, unutmayın. Əsərdə özünü kürə atmaq istəyənlərdən biri də Zərnigardır. Atmaq istəyir, amma etmir. Və belə deyək, istəyir ki, belə deyək, evini dağıtsın, yəni hər yeri dağıtsın, töksün, belə deyək, əsəbini bununla sakitləşdirsin və sonra qərara gəlir ki, evini dağıtmaq istəyəni belə deyək, Şamxala desin. Şamxala bildirir və hətta belə deyək, bacısı Salatın Şamxala deyir ki, yəni sən qarışma da bu işə, qan salma. Yəni qan salma deyən hansı obrazımızdır? Salatındır. Şamxalın bacısı, yəni Cahandar ağanın qızı Şamxala deyir ki, qan salma. Və Cahandar ağanın oğlu Şamxal belə deyək, gəlir gəlinə belə söz desin, onu incitsin və s. Amma gəlinin gözəlliyindən Şamxal təsirlənir və Zərnigar da buna əsəbləşir. Daha sonra Şamxal gəlini döyür